Hal-hazırda keçirdiyim hisslər nədir? Təlaş, həyəcan, qorxu, narahatçılıq. Bütün bu neqativ hissləri əslində hər bir insan, ən optimist, ən nikbin belə insan gün ərzində hiss edə bilər. Amma maraqlısı odur ki, biz bu hissləri yaşayanda biz heç vaxt onları müşahidə etmirik və ona görə də onlar bizi idarə edir, onlar bizim hərəkətlərimizi idarə edir, özündəki əhval-ruhiyyəmizi idarə edir. Amma maraqlısı odur ki, biz o hissləri müşahidə etməyə başlayanda və o hissə ad qoyanda, onun bizim üzərimizdəki təsiri avtomatik şəkildə aşağı düşür. Məsələn, lap indi özünüzə sual verirsiniz ki, mən indi nə hiss edirəm və düşünürsünüz ki, mən indi təlaş keçirirəm. Mən indi təşviş içindəyəm, həyəcanlıyam, qorxuram, sabah imtahanım var, qorxu içindəyəm. Yəni, hər bir şey olar. Müşahidə edib, ad verəndə ki, filan vaxt bu his məndə var, onu şifahi şəkildə, yazılı şəkildə və yaxud da sadəcə beyninizdən keçirərək etsəz belə, avtomatik şəkildə o hissin sizin üzərinizdəki təsiri düşür. Və ən əsası, siz bu hissi müşahidə edəndə və ona ad qoyanda, ona kənar bir müşahidəçi kimi ad qoyun. Yəni, deməyin ki, mən indi qorxuram, mən indi həyəcanlıyam, mən indi narahatam. Belə yox. Belə deyirsiniz. Mən görürəm ki, məndə qorxu var. Mən görürəm ki, mən təlaş keçirirəm. Bu şəkildə, yəni kənardan baxan bir adam kimi, yəni görürsünüz, müşahidə edirsiniz. Bu şəkildə demək lazım. Yəni, amma bizdə belə bir vərdiş yoxdur ki, biz keçirdiyimiz hissləri müşahidə edək, ona ad qoyaq, onun haqqında düşünək. Sadəcə olaraq xaotik şəkildə biz o hissləri yaşayırıq. Və ona görə də onlar bizi idarə edir. Amma siz o hissləri məqamında tutmağa başlayanda, ona ad verməyə başlayanda artıq bizim beynimizin prefrontal qabığı aktivləşərək o hissin təsirini endirir. Və bunu bir vərdişə çevirəndə artıq görəcəksiniz ki, nə qədər bu hissləri keçirtmək asandır. Onları keçirtməmək ümumiyyətlə mümkün deyil. Onlar gün ərzində istər-istəməz ola bilər. Amma onları müşahidə edib, onlara ad verməyə başlayanda artıq onlar sizin üzərinizdə yox, siz onların üzərində hakimlik edirsiniz. Lap elə indi də hal-hazırda bu videoya baxaraq da özünüzə sual verə bilərsiniz ki, mən nə hiss edirəm, mən nə düşünürəm, vərdiş halına çevirmək lazım. Yəni, bir dəfə, iki dəfə elədim və artıq heç vaxt neqativ hiss yaşamayacağım, belə bir şey yoxdur. Yəni, o məqamında sizə kömək edir və ona görə onu vərdiş halına